Salam, kanalımıza xoş gəlmisiniz. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Bugün sizə ev şəraitində hazırlanan çox ləzzətli bir resept təqdim edirik. Bunun üçün bizə lazımdır ilk öncə sosu hazırlayaq. Bu sos üçün bizə 100 ml bitki yağı, 2 yemək qaşığı qatıq, 1 yemək qaşığı tomat pastası və istədiyiniz ədviyyatları əlavə edə bilərsiniz. Sevdiyiniz təbii ki. Bura kəkliyotu, duz, istiot, pul biber, acı biber hər hansı birisi ola bilər. Lakin biz çöp şişlər üçün xüsusi ədviyyat satışda var idi. Ondan istifadə etdik. Daha sonra isə 800 qram toyuğun filesini yaxşıca yuyuruq. Sonra soyuducunun dondurucusuna yerləşdiririk ki, 15-20 dəqiqə orada qalsın, biraz bərksin ki, doğramaq asan olsun. 20 dəqiqədən sonra fileləri çıxardırıq. 4 kub şəklində doğrayırıq. Ölçünü özünüzə görə nizamlaya bilərsiniz. Həm xırda, həm iri edə bilərsiniz. Və hazırladığımız sosun içərisində yerləşdirib 1 saat soyucuda gözlədirik. Bu arada isə sobamızın listini hazırlayırıq. Yağlı kağız səririk. Üzərinə kartoflarımızı yarım halqa və yaxud da halqa formasında doğrayıb yerləşdiririk, səririk belə deyək. Daha sonra isə 1 saatdan sonra filelərimizi çıxardırıq. Çöp şişlərimizin üzərinə səliqə ilə yerləşdiririk. Əgər tərəvəz sevirsinizsə, hər filedən sonra istədiyiniz tərəvəzi, buna kabak, badımcan, bolqar bibəri, adi biber, yəni acı biber, hansını sevirsinizsə onu əlavə edib yenidən çöp şişlərimizi sobada yerləşdirə bilərsiniz. Çöp şişlərimiz hazır olduqdan sonra əvvəlcədən 200 dərəcə qızmış sobamıza yerləşdiririk. 1 saat ərzində ətlər o qədər gözəl bişir ki, üzəri xırç-xırç, içərisi isə çox yumuşaq. Ümid edirəm ki, siz də bu resepti sınayacaqsınız. Etdikdən sonra isə gözəl fikirlərinizi, rəylərinizi bizimlə bölüşəcəksiniz. Kanalımızda olan videolarımızı bəyənəcək və bizə abunə olacaqsınız. Diqqətiniz üçün təşəkkür edirik. Nuş olsun. Sağ olun.